Gəlin Vəhiy kitabının 2-ci fəsil 17-ci ayəsinə baxaq. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Qalib gələnə mən gizli saxlanan mannadan verəcəyəm. Nə verəcək? Ona bir av daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb, bu adı da daşı alandan başqa heç kəs bilmir. Burada diqqət etməli olduğumuz şey, gizli mannanı bizə kim verir? 17-ci ayəni diqqətlə oxuyaq. Qulağı olan qoy eşitsin ki, ruh cəmiyyətlərə nə deyir? Qalib gələnə mən gizli saxlanan mannadan verəcəyəm. Bu, gizli mannanı bütün bəşəriyyətlə bölüşənin Allah olması demək deyilmi? Onda bizə gizli manna verəni tapmalıyıq, elə deyilmi? İsa manna ilə bağlı hansı həqiqəti təsdiq etdi? Bu, yeni əhdin pasxasının həqiqətidir. Buna görə də biz gözləməliyik və bəşəriyyətə yeni əhdin pasxasının həqiqətini verəni tapmalıyıq. Lakin 2000 il əvvəl isə bu yerə gəlib, göyə yüksəldikdən sonra kilsə Roma tərəfindən təqiblərə məruz qaldığı üçün çox əziyyət çəkdi. Sonda İsa'nın bizə öyrətdiyi bütün həqiqətlər yer üzündən yox oldu. Şənbə günü bazar günü ibadəti ilə dəyişdirildi, Pasxa ləğv edildi və əvəzinə milad əlavə edildi. Nəticədə yer üzü heç bir həqiqətin olmadığı qaranlıq bir dünyaya çevrildi. Buna görə də Allah dedi ki, O, yenidən bu dünyaya bədən olaraq gələcək. Gəlin İbranilərə məktubu 9-cu fəsil 27-ci ayəyə baxaq. Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar, eləcə də Məsih bir çoxlarının günahını öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün onu gözləyənlərə zühur edəcək. 2000 il əvvəl isə yer üzünə bədən olaraq gəldi və bizim kimi eyni görünüşə sahib idi. Lakin insanlar İsa'ya inanmadılar, onun ilk gəlişində onu rədd etdilər. Bununla belə, Məsih ikinci dəfə bədən olaraq gələcəyini vəd etdi. İkinci dəfə gələn Məsihi necə tanıyacaqsınız? İkinci gəlişində də O, həyat həqiqəti olan, gizli mannanın həqiqəti olan Pasxa ilə gələcək. Onda biz yadda saxlamalıyıq. Bizi ruhani Kənana, səmavi səltənətə aparmaq üçün bizə mannanın həqiqətini kim verdi? O kimdir? Yeni əhdin pasxasının həqiqətini bizə kim verdi? Məsih Ahn Kong bu dünyaya gəldi və 1600 il ərzində gizlədilmiş pasxa həqiqətini ortaya qoydu. Bu həqiqət vasitəsilə O, bizi əbədi səmavi padşahlığa aparır. Ümid edirəm ki, hamımız Məsihin rəhbərliyini alacağıq ki, əbədi səmavi padşahlığa daxil ola bilək. Bundan əlavə, gəlin bu həqiqəti çoxsaylı insanlara səylə təbliğ edək.